qurmaqla bağlı belə bir sual var. Uşaqlar, fx tutaq ki, fərz edirəm ki, sizə fx bərabər y, tamam. İçindəki şey həmişə x-dır. X-in qiymətini qoyub y almaz. Məsələn, mən baxıram fx funksiyonu. Burada nə görürəm? Görürəm ki, x-nə 0 verəndə y nə alır? 0 alır. Gördünüz? Yəni f -4-də 0 alır. Başa düşülür? Məsələn, burada j məsələn 2, görürəm ki, burada nə alır? 0 alır. Eyni zamanda bu nöqtədə hər ikisi çakışırlar. Yəni çakışma o demək ki, həm f və həm j-yə ikisi də x0 nöqtəsi görürsünüz. Buna nöqtə kimi baxsaq, buna. Onun koordinatları 0,2 nöqtəsidir. Yəni f0 bərabərdir j0, hər ikisi də orada alıb 2. Aydın oldu? İndi gəldik, davam edelim. Bu bilgiləri qrafikdən oxuyandan sonra qrafik mənim heç bir işimə yaramır. Bir dənə də şeyi xatırladaq. F - x dediyimiz şeydə də y girir içəriyə, x çıxır əslində çölə. Təyin oblasına qiymətlər oblası yer dəyişir. Bu bilgidən istifadə edirəm. Qrafik atıram getsin. Gəldik bura. J-nin tərsindən 0 istəyir uşaqlar. Demək ki, normalda fx içinin tərsi deyəndə neyini qarşısına baxırıq. Buradan görürəm ki, 0-da nə almış olur? -4 almış olur. Bunun qiyməti -4. Bu arada qrafikdən də oxumaq olar. Yəni y-nə baxıb x-ini də tapa bilərsiniz, amma belə oxunmaq istəyirsiniz, mələkə funksiyonları yandan-yansız daha yaxşı olar. Sonra j2-də nə almışdı? 0. Baxın, bunun qiyməti 0-dır, elə deyil. İndi də f0 axtarmalıyım. f0-da nə alıb? 2 alıb. Gördük? Demək ki, bu ifadənin qiyməti də oldu ki, j6 lazımdır mənə. j6-nı da istəyən, bunu qurmaq lazımdır uşaqlar. Necə quracağız? Demək, bu əymini tapan, digər sualda olduğu kimi, əymini tapanda, yəni bu bucağı tapanda k-sı nəyə bərabər olacaq? 2/2, amma geniş açı olduğuna görə müsbət istiqamətlə əmələ gətir, qrafiki müsbət istiqamətlə əmələ gətirdiyi bucaq geniş olduğuna görə -1-ə bərabər. Y oxunu da 2-də kəsdiyinə görə j(x)-in qrafiki -x artı 2 funksiyonudur. Bu bundan ibarətdir. j6-nı sən qurmağa çalışanda 6 qoysan, 6 qoyacaqsan, o sən verəcək -4. Yəni bunun qiyməti -4-dür. F də -4-də də buradan görürəm ki, 0 alır. Bunun qiyməti 0-dır. Bir də f-ə yenə təkrar 0 verəndə görürəm ki, buradan 2 alır, burada 2-dir. Bu qədər uşaqlar. Demək, -4 artı 2, aşağıda 0 artı 2. Aşağı 2, yuxarı -2 cavab verir, -1 cavab B variantı.